Salam, hörmətli izləyicilər, necəsiz? Xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün ərəblərin, yəni xilafətin Azərbaycandakı siyasəti haqqında məlumat verəcəm. Keçək dərsimizə. Deməli, ilk öncə vurğulamaq istəyirəm Ərəb-Xəzər müharibələri haqqında. Belə ki, ötən dəfəki videomuzda da mən sizin üçün bir qədər məlumat vermişdim, amma yenidən xatırlatma eləmək istəyirəm ki, Ərəblərlə Xəzərlər arasında müharibələr gedirdi 7-ci, 8-ci əsrlər dönəmində. Ən sonunda 8-ci əsrin sonunda bu müharibə yekunlaşmışdı. Müharibənin baş vermə səbəbi hər iki dövlətin daha çox ərazi işğal etmək istəyi, xüsusilə də Azərbaycan uğrunda gedən müharibələr idi ki, bu müharibələrin bir çoxu da məhz Azərbaycan ərazisində baş verirdi. Müharibələrin baş verməsi təbii ki də həm ərazilərimizə, həm də Azərbaycan xalqına böyük itkilərin, böyük dağıntıların olmasına gətirib çıxarırdı. Ərəb-Xəzər müharibəsi dövründə 643-cü ildə 1-ci Bələncər döyüşü baş vermişdi. 1-ci Bələncər döyüşündə ərəblər məğlub olmuşdu, Xəzərlər qalib gəlmişdi. 653-cü ildə isə 2-ci Bələncər döyüşü olmuş, yenə də Xəzərlər qalib gəlmiş, ərəblər məğlub olmuşdular. Lakin 722-ci ildə nəhayət ki, ərəblər Bələncər şəhərini ələ keçirməyə bacardılar. Bələncər şəhəri Xəzər xaqanlığının paytaxtı idi və əgər testlərdə qarşınıza çıxarsa 3-cü Bələncər döyüşü, düzdür, normalda verilmir, amma ola bilər ki, əgər sual kimi qarşınıza çıxsa 3-cü Bələncər döyüşü məhz 722-ci ildə oldu ki, burada ərəblər qalib olurlar, Xəzərlər məğlub olur və ərəblər Bələncər şəhərini ələ keçirirlər. Bu müharibənin gedişində növbəti döyüşümüz Cənubi Azərbaycanda yerləşən Savalan dağı ətrafında baş vermiş döyüş idi ki, 731-ci ildə baş verdi. Döyüş zamanı Xəzərlər yenidən qalib gəldi, ərəblər məğlub oldular və qalib gələn Xəzərlər Diyarbəkir və Mosulu işğal etdilər. Və deyəcəyik ki, burada artıq Xəzərlər qalib gəldi. Lakin daha sonra, məhz elə 30-cu illərdə, yəni 8-ci əsrin 30-cu illərində Ərəb-Xəzər müharibələri dövründə növbəti döyüş Van gölü ətrafındakı Hilat döyüşü baş verdi. Hilat döyüşündə bu dəfə ərəblər qalib gəldilər. Bu döyüş müharibənin taleyini həll etdi. 8-ci əsrin sonlarında artıq müharibə yekunlaşdı və müharibənin sonunda ərəblər qələbə qazandılar. Xəzər xaqanına İslam dinini qəbul etdirə bildilər. Və nəticənin nəhayətində müqavilə imzalandı. Daha sonra vurğulamaq istəyirəm ki, xilafətin Azərbaycanda və ümumiyyətlə Qafqazda həyata keçirdiyi ərazi dəyişikliyi, ərazi siyasəti haqqında ərəblər hansı torpaqları işğal etsələr də belə onların belə deyim, ölçüsünə, böyüklüyünə, kiçikliyinə toxunmadılar. Yalnız həmin ərazilərin adını dəyişdirdilər, inzibati adlar dəyişdirildi. Belə ki, zaten siz bilirsiniz ki, Adurbaqan əvvəlki Atropatena idi. Ərəblərin məhz ağalığı dövründə onlar öz Ərəb xilafətini, Ərəb imperiyasını, belə deyək, Ərəb xilafətini 5 vilayətə bölmüşdülər ki, bu vilayətlərdən də birini təşkil edirdi Adurbaqan, Albaniya və qonşu ərazilərin torpaqları. Yəni, düşünsək, əgər biz əvvəlki Albaniya və Atropatena torpaqları, üstəlik onun ətrafındakı qonşu ərazilərin torpaqları bir dənə vilayəti təşkil edirdi. Ərəblərdə 5 vilayət var, birini isə bunlar təşkil edirdi. Və bu ilk dönəmlərdə baş vermişdi. Hansı ki, vurğuladığım 3 dənə ərazinin birləşməsi ilk zamanlarda baş verdi. Məhz ərəblərin Azərbaycana yeni gəldiyi dövrlərdə 7-ci əsrin əvvəllərində baş verdi. Belə ki, bu zaman bu təşkil olunmuş vilayətin, yəni Qafqazdakı əmirliyin iqamətgahı Dəbil şəhəri təyin olundu. Yəni, suala əgər verilsə ki, ərəblər ilk gəldiyi dövrlərdə Qafqaz iqamətgahı, Qafqaz canişinliyinin, Qafqaz əmirliyinin iqamətgahı har olub Dəbil şəhəri. Dəbil şəhəri haradaydı deyə sual versəniz, Göyçə gölü ətrafında yerləşirdi. Və bir məqamı vurğulayıyorum ki, ərəblər ilk gəldikləri zamanlarda yerli əyanlardan idarəçilikdə istifadə edirdilər. Yəni, ərəb əyanlarından yox, Azərbaycan xalqının nümayəndələrindən idarəetmə sistemində iştirak edirdilər. Lakin daha sonra ərəblər ki, burada artıq bir çox əraziləri işğal etdilər və tam oturuşdular. 705-ci ildə də Albaniyanın varlığına son qoydular, yəni 8-ci əsrin əvvəlləri təsadüf edir. Burada biz deyəcəyik ki,
deməli, artıq ərəblər Albaniyanın adını dəyişərək Arran adlandırdılar. Hətta öncəki dərslərimizdə mən söyləmişdim ki, Sak deməli, adlı tayfanın bir nümayəndəsi Aran adlanırdı ki, bu Aranın adı ilə daha sonra Albaniya Arran ölkəsi adlanacaq. Məhz indi biz görürük ki, Ərəb ağalığı dövründə onlar 8-ci əsrin əvvəllər dönəmində Albaniyaya son qoyduqdan sonra buranı Arran ölkəsi adlandırdılar. Artıq burada mərkəz dəyişdi. Belə ki, bir məqamı vurğulayım ki, 8-ci əsrin əvvəllər dönəmində Azərbaycanın cənubu, yəni Atropatena, Adorbadeqan torpaqları istisna olmaqla yerdə qalan ərazilər, Albaniya və qonşu ərazilər Qafqaz əmilini təşkil etdi. Artıq 8-ci əsrin əvvəlində Atropatena ərazisi bura daxil deyildi və Qafqaz əmilinin mərkəzi Dəvril şəhərindən Bərdə şəhərinə köçürüldü. Bərdəni Arranın baş şəhəri adlandırırdılar, hətta Aranın anası deyə adlandıracaqlar. Bərdə şəhəri ticarət cəhətdən çox inkişaf etmiş şəhər idi. Şimalla tranzit ticarətinin mərkəzi hesab olunurdu. Daha sonra deyəcəyik ki, Ərəblərin ağalığı dövründə ilk dəfə mənbələrdə Azərbaycan adı çəkildi. Yəni bundan öncəki dönəmlərdə Adurbadeqan, Atropatena adlandırırdılarsa bizim əraziləri, artıq bu dövrdə ilk dəfə Azərbaycan sözü, Azərbaycan ifadəsi işlədilməyə başlandı. Azərbaycan adı əhatə edirdi ərəb mənbələrində, Dərbənddən Zəncana qədər ki olan böyük bir ərazini əhatə edirdi. Daha sonra ərəblər Cənubi Azərbaycana gəlib işğal etməmişdən öncə Cənubi Azərbaycanın mərkəzi Ərdəbil şəhəri idi. Lakin oranı gəlib bunlar işğal etdikdən sonra buranın mərkəzi Marağa şəhəri olmuşdur. Ərdəbildən Marağaya köçürülmüşdür. Daha sonra ərəblərin Azərbaycanda idarə etmə siyasəti haqqında məlumat vermək istəyirəm. Burada amir, əmir, qazi vəzifələrin adlarını çəkmişəm. Belə ki, amir kim idi? Amir ərəb dövlətində vergi işinə baxan, vergilər toplayan şəxsə verilən titul idi. Yəni bu vəzifə sahibləri bu cür adlanırdılar. Əmirlər isə əmirlikləri idarə edən şəxslər idi ki, hansı ki biz Manna dövlətində canişinlik, daha sonra Əhəməni dövlətində satraplıq, Sasanilər dövlətində mərzbanlıq ifadələrinə rast gəldik ki, hamısı eyni mənanı ifadə edirdi əslində. Yəni bir vilayəti idarə edirdi, vilayəti idarə edən şəxsə deyilirdi. Məhz burada da deyəcəyik ki, əmirlik adlı bir inzibati bölgü var idi ki, buranı idarə edən şəxsə əmir deyirdilər. Əmir başçılıq etdiyi əmirlikdə qoşun toplayırdı, ordu yığırdı, yəni müharibə vaxtı istifadə etmək üçün, həm də ki, buradakı əhaldən vergi yığırdı, məhkəmə işlərinə baxırdı. Yəni bir növ həm mülki idarəçiliyi, həm də hərbi idarəçiliyi həyata keçirildi. Daha sonra məhkəmələr sayılımdan burada əsasən deyəcəyik ki, məhkəməyə rəhbərlik edən şəxs qazi idi. Yəni qazılar məhkəmə işlərini həyata keçirirdilər. Bu söylədiyim məqamlar ərəblərin Azərbaycanda yürütdüyü siyasəti dövrünə aiddir. Sonra ərəblər Azərbaycanda köçürmə siyasətini həyata keçirirdilər. Əsasən ərəb xalqlarını Azərbaycana köçürürdülər. Onların burada köçürmək məqsədi bu idi ki, özlərinə etnik dayaq yaratmaq istəyirdilər, öz mövqelərini möhkəmləndirmək istəyirdilər və şimaldan yürüş edən Xəzərlərin qarşısını almaq üçün onlar çoxlu sayda müsəlman əhalisi və ərəb bölgüsü köçürülmüşdülər. Və onların bu köçürmə siyasəti 9-cu əsrin 1-ci iliyinə qədər davam etmişdi. Əsasən onlar ərəb qarnizonlarını, yəni ərəb qoşunlarını Dərbətdə yerləşdirmişdilər. Çünki şimal sərhədlərinin mühafizəsini təmin etmək üçün Dərbət önəmli bir ərazi idi. Bundan başqa onların digər qarnizonları isə, hərbi dəstələri isə Kasakda yerləşirdi. Kasak ərazi baxımından indiki Qazax ərazisinə müəyyən qədər uyğun gəlirdi. Ərəblər əsasən Kufədən, Bəsrədən, Suriyadan əhalini köçürürdülər Azərbaycana və onlar Azərbaycana köçürülmə zamanı hansı şəhərlərə köçürürdülər? Biz bilirəm, orada bir neçə dənə ad verilir şəhər adları və bəzən uşaqlar bunu yadda saxlamakda çətinlik çəkirlər. Bunu yadda saxlamaq üçün baş hərflərini bilsəniz kifayətdir. D, B, T, bir də Ə. Belə deyirik də, D ilə Dərbil, Dərbənd, B ilə Bərdə, Beyləqan, T ilə Təbriz deməli ərazisini söyləyə bilərik. Daha sonra Ə ilə də Ərdəbil ərazisini söyləyə bilərik. T ilə həm də Təbrizlə bərabər Tiflis də deyə bilərik. Dərbil, Dərbənd, Bərdə, Beyləqan,
Tiflis, Təbriz, bir də Ərdəbil ərazilərinə Azərbaycana müsəlman əhalisi köçürülmüşdür. Ən çox müsəlman əhali 7000 sayda Dərbənd ərazisinə köçürülmüşdür. Lakin daha sonraki dönəmlərdə Dərbənd ərazisinə daha çox ərəb döyüşçüləri köçürüldü ki, Dərbəndə köçürülən ərəb döyüşçüləri Dərbənd qalasını təmir etdirdilər, bərpa etdirdilər. Dərbənd qalasının daxilində silah anbarı və ərzaq anbarı tikdilər. Sonra Rabat yazmışam. Rabatlar nə idi? Rabatlar hərbi məskənlər idi ki, bu hərbi məskənlərdə ərəb dəstələri yerləşdirilirdi və bu ərəb dəstələrinin, yəni ərəb əsgərlərinin bütün ləvazimatları, atı, geyimi, ərzağı, hər bir şeyi Azərbaycan xalqının, yəni kəndinin hesabına ödənilirdi. Yerli əhalinin hesabına Rabatlar yaradılırdı, hərbi məskənlər idi. Sonra burada deyəcək ki, devam edək. Deməli, burada artıq növbəti danışacağım məqam ərəblərin Azərbaycanda yürütdüyü dini siyasət haqqında olacaq. Təbii ki, bilirik ki, onların gəlişi ilə Azərbaycanda İslam dini yayılmağa başladı və Azərbaycan xalqının bir çox hissəsi İslam dininə sitayiş etməyə başladılar. Amma bundan əlavə burada təbii ki, bütpərəstlər də var idi, yəni heykəllərə, bütlərə sitayiş edənlər. Ərəblər bu bütpərəstlərə qarşı təqiblər həyata keçirirdilər, onları zorla müsəlmanlaşdırmağa çalışırdılar. Lakin ərəblər əhli kitab hesab etdikləri xristianlara və atəşpərəstlərə toxunmurdular. Bir şərtlə ki, xristianlar və atəşpərəstlər can vergisi, cizyə vergisini ödəmək şərti ilə öz dinlərinə sitayiş edə bilərdilər. Daha sonra burada biz deyəcəyik ki, Xəlifə Əlinin dövründə artıq Azərbaycandakı əhali Quran-ı Kərimi oxumağı bacarırdı. Torpaq islahatına gəldi, yəni torpaq mülkiyyət formalarına gəldikdə isə Ərəb ağalığı dövründə Azərbaycanda 5 torpaq mülkiyyəti forması var idi. Divan, iqta, mülk, vəqf və icma torpaqları. Divan torpaqları dövlət torpaqları idi. Dövlətə məxsus olan bu torpaqlardan əldə olunan gəlirlər birbaşa dövlətin xəzinəsinə gedirdi. Daha sonra iqta torpaqları dövlətə xidmət qarşılığında əsasən də hərbi xidmət müqabilində verilən torpaqlar idi. İqta torpaqlarının iki forması olurdu. Bağışlanan iqta, icarə edilən iqta. Bağışlanan iqta nəsildən nəslə keçirdi, irsən keçirdi. İcarə edilən iqta isə şərti verilən torpaqlar idi. Müəyyən bir müddət müqabilində verilib, daha sonra isə əllərdən alınırdı. Daha sonra burada var idi mülk torpaqları, hansı ki ilk öncə mən vurgulamışdım ki, feod adlı torpağın sahibi feodal idi və bu feodalların növbəti bu dövrdəki Ərəb ağalığı dövründəki torpaqları mülk adlandı. Yəni feodalların irsən keçən, onların özünü rahatca istifadə etdiyi, ala bildiyi, sata bildiyi, bağışlaya bildiyi, icarəyə verə bildiyi torpaqlar məhz mülk torpaqlardır. Onların şəxsi mülkiyyəti hesab olunurdu. Mülk sahibləri isə malik adlanırdılar. Sonra burada vəqf torpaqlarını vurgulamaq istəyirəm. Dini idarələrə, məscidlərə, mədrəsələrə məxsus torpaqlar vəqf torpaqları adlanırdı. Vəqf torpaqlarını satmaq və ya almaq olmazdı, bağışlamaq olmazdı. Yalnız iqta kimi vəqf torpaqlarda icarəyə verilə bilərdi. Daha sonra burada son torpağımız icma torpaqlarıdır ki, yerli əhalinin, yəni cəmaatın istifadəsində olan torpaqlar icma torpaqları adlanırdı. Ən çox vergilərin ağırlığı da icma torpağında yaşayan insanların üzərinə yük kimi düşürdü. Vergilər haqqında, vergilər və mükəlləfiyyətlər yerinə yetirirdi Azərbaycan xalqı. Hansı vergiləri ödəyirdilər? Xərac vergisi, cizyə vergisi, xümus vergisi və zəkat vergisini ödəyirdilər. Xərac vergisi məhsul vergisi idi. Əvvəllər Sasani ağalığı dövründə xaraq adlanan vergi artıq bu dövrdə Ərəb ağalığı dövründə xərac vergisi adlandı. Daha sonra cizyə vergisi can vergisi idi. Əvvəllər gezit idi, indi cizyə adlandı və cizyə vergisini deməli, müsəlman olmayanlardan, yəni xristianlardan və əhli kitab hesab olunan atəşpərəstlər, eyni zamanda yahudilərdən orduda xidmət etmədiklərinin müqabilində də cizyə vergisi kimi alırdılar. Yəni, bu müsəlman olmayan şəxslər orduda xidmət etmək istəməsədə onlar cizyə vergisi ödəməli idilər. Xümus vergisi təbii ki də insanların əlində olan müxtəlif mülkiyyət və qənimət növlərindən daşına bilən əmlakdan alınan vergilər xümus vergisi adlanırdı və zəkat vergisi isə ehtiyac içərisində olan müsəlmanlar üçün yığılan zəkat vergisi şikəstlər, əlacsızlar üçün sərf edilirdi.
725-ci ildə Əməvilər sonrasının dövründə Azərbaycandakı əhali siyahıya alınmışdı. Siyahıya alınma nəticəsində vergi sahəsində bir qədər dəyişiklik edilmiş, belə ki, Əməvilər dövründə vergilərin miqdarı bir qədər artırılmışdı. Ərəblərin ağalığı dövründə ədalətli vergi sistemini həyata keçirmişdi Xəlifə Əli. Öncəki dönəmlərdə idi bu. Xəlifə Əlinin dövründə əkilməyən torpaqlardan vergi alınmırdı və Ərəblərin ağalığı dövründə onlar da Sasanilər kimi torpağın, yəni sahəsinə görə vergi alırdılar. Bundan əlavə biz deyəcəyik ki, burada vurğulamaq istəyirik ki, biz deyəcəyik ki, ədalətli vergi sistemi Xəlifə Əlinin dövrü idi. Daha sonra Əməvilər sonrası dövründə əhalinin siyahıya alınması həyata keçirilən zaman meyvə bağları, sənətkar emalatxanaları üzərinə əlavə vergilər qoyuldu. Amma ən ağır vergilər Abbasilər sonrasının dövründə baş verəcək ki, 750-ci ildən Ərəb xilafətində Abbasilər sonrası hakimiyyətdə olacaqlar və onların hakimiyyət dövründə vergilərin miqdarı bir xeyli ağırlaşdırılacaq. Hətta vergiləri ödəyə bilməyənlər qula çevrilir. Təsəvvür edin ki, feodalizm dövründə hələ də qula çevrilmə davam edilmiş ərəblərin siyasətinə əsasən. Ərəblərin Azərbaycandakı siyasəti haqqında danışdıqlarım bu qədər. İnşallah növbəti dərsimizdə sizlər üçün Babək, Xürrəmlər hərəkatı haqqında məlumat verəcəm. Sağ olun.